16-cı fəsil. Səhər Tamara zəng edib bildirdi ki, Antiqoyaya getmək üçün biletləri alıb. Sən demə, oranın biletləri 2 ay əvvəldən satılır. O şikayətləndi. Xüsusən də yay aylarında. Amma 1-ci klassın salonunda həmişə yer olur. Mən bizim üçün 1-ci klassa 3 bilet aldım. Uşaqlar üçün isə biznes klassa 2 bilet. Amma biz Londonda gecələməli olacaq. 45-19 reysi üzrə təyyarə oradan saat 12:10-da havaya qalxır. Yerli vaxtla 15:35-də Antiqoyada olacaq. Atlantik okeanının üzərindən cəmi 3 saata keçəcəyik. Renat qulaqlarına inanmadı. Deyəsən, Concordlar daha uçmur. Yox, biz Boeing 777-də uçacaq. Ən son modeldir. Amma siz vaxt fərqini unutmuşsunuz. Londonla 5 saat vaxt fərqi var. Ona görə də biz 7 ya da 8 saat havada olacaq. Aydındır. Bəs Moskva ilə vaxt fərqi nə qədərdir? 8 saat, Tamara bildirdi. Burada səhər açılanda, orada hələ gecənin yarısı olur. Orada səhər olanda isə burada axşam düşür. Deyəsən, səfərimiz maraqlı keçəcək. Şəripov qeyd etdi. Biz Londona nə vaxt yola düşürük? Ayın 30-unda, axşam saat 17:30-da 873-cü reyslə. Ora saat 18:35-də çatacaq. Mən hava limanının özündəki mehmanxanada yer sifariş vermək istəyirdim. Amma öyrəndim ki, biz Heathrow hava limanının 4-cü terminalında yerə inəcək. Səhər isə Gatwick limanının şimal terminalından havaya qalxacaq. Ona görə də şəhərin mərkəzindəki oteldə nömrə sifariş verdim. Park Hilton düz Hyde Parkın yanındadır. Sizin üçün böyük suit, bizim üçün 4 dənə bir nəfərlik otaq. Hər şeyi yoxla. Bizə lazım olan bütün sənədləri özümüzlə aparaq. Bizim maliyyə hesabatını, bank hesablarını, aktivləri, faizləri, səhmləri, bir sözlə lazım olan hər şeyi. Üzr istəyirəm, Renat Ravilyeviç. Heç nə hazırlamaq lazım deyil. Tamara xatırlatdı. Bizim kompüterlərdə hər şey var. Bizə lazım olan bütün məlumatlar. Hansı kompüterlərdə? Şəripov heç nə anlamadı. Bizim şəxsi notebooklarımızda. Tamara izah etdi. Məndə də var, Yosif Borisovicdə də. Bir jok alır ki, düymələri basıb bizə lazım olan məlumatları götürək. Ya da onların üzünü çıxarıq. Sənədlərə gəlincə, bilirsiniz ki, indi elektron imzalar da tanınır. Ona görə də bizim heç bir problemimiz olmamalıdır. Ümid edirəm ki, elədir. Şəripov mızıldandı. Səfərə qədər ki, 3 gün, 1 gün qədər tez keçdi. İnna ilə vidalaşmaq xüsusilə ağır idi. İlk dəfə idi ki, bir neçə günlüyə ayrılırdılar. Səfərin nə qədər çəkəcəyi məlum olmadığı üçün Tamara geriyə biletləri açıq tarixlə almışdı. İnna sanki hansısa pis bir hadisənin baş verəcəyini hiss edir. Renatı dönə-dönə qucaqlayır, buraxmaq istəmirdi. Axırda isə Şəripovdan eşitdiyi tatar adəti ilə onun arxasınca su atdı. Avtomobildə yol getdikləri müddətdə isə yenə 2 dəfə ona zəng vurdu. Londona uçduqları Boeing 777 təyyarəsinin geniş salonunda demək olar ki, boş yer yox idi. Artıq neçə il idi ki, Moskva ilə London arasında uçan təyyarələr ağzınacan dolu olurdu. Rus elitasının bir hissəsi çoxdan bəri 2 ölkədə yaşayır, iş həftəsini Moskvada və Rusiyanın başqa şəhərlərində, istirahət günlərini isə Böyük Britaniyada öz ailələrinin yanında keçirirdilər. Maraqlıdır ki, Rus oliqarxlarının ardınca digər keçmiş müttəfiq respublikalarından olan oliqarxların uşaqları da Londona axışmağa başlamışdı. Bu barədə dəqiq hesablama və xüsusi statistika aparan yoxdur, amma MDB-dən və Baltikanın ölkələrdən gələnlərin hamısını toplasan, bunun üzərinə daimi yaşayanları, ezamiyyətə gələnləri, mühacirləri, Böyük Britaniyanın bütün təhsil ocaqlarını doldurmuş tələbələri də əlavə etsən, əksəriyyəti rus dilində danışan bu adamların ümumi sayı bir neçə milyondan artıq olar. Renat üzünü kreslonun kənarına çevirib adyalı üstünə çəkdi. Yemək və iski istəmədiyini deyib, tapşırdı ki, onu narahat etməsinlər və tezliklə yuxuya getdi. Son günlərin gərginliyi və Vladimir Gulşenko ilə qarşıdakı görüşün həyəcanı özünü göstərirdi. Bilirdi ki, dayısı plastik əməliyyat etdirib və indi onu tanımaq mümkün deyil. Ona görə də yuxuda sifətsiz bir adam görürdü. Həmin adam tez-tez ona yaxınlaşır və öz pullarını tələb edirdi. Renat narahat halda tərpənib gözlərini açdı.
Tamara yanında oturub iştaha ilə nahar edirdi. O dönüb yuxudan oyanan Şəripova baxdı. Nəsə yemək ya da içmək istəyirsiniz? Deyə soruşdu. Yox, heç nə istəmirəm, Renat cavab verdi. Bağışla, mən durub ayaq yoluna getmək istəyirəm. Onlar böyük kreslolarda oturmuşdular. Yerləri kifayət qədər geniş idi. Renat qalxıb ayaq yoluna getdi. Qapını örtüb güzgüdə özünə baxdı. Son bir il ərzində necə də yaşlanmışdı. Öz yaşından az qala 10 il böyük görünürdü. Bilik qüssəni artırır. Deyəsən, Ekklezistada Əhd-i Etik, Yahudilərin ən qədim dini kitablarından biri. Belə deyilir. Bu bir il ərzində nə qədər hadisə baş vermişdi? Neçə dəfə onu öldürmək istəmiş, həyatına qəsd etmişdilər. Onu necə də axmaqcasına yaralanmış, mühafizəçilərini öldürmüşdülər. İnanı oğurlayıb əzab vermiş, onun özünə isə hədə qorxu gəlmişdilər. İlahi, bu bir ilin içində nə qədər hadisə olmuşdu. O vaxt adama elə gəlirdi ki, hər şey çox yaxşı alınıb. Onun həyatında ağlasığmaz bir xoşbəxtlik baş verib. Məşhur oliqarxın varisinə, onun böyük sərvətinin sahibinə çevrilib. Əslində isə o sərvət qan bahasına başa gəlmiş, əvəzi qanla ödənilmişdi. Hətta Renat da indi köhnə hesabları ödəyirdi. Doğrudanmı bu lənətə gəlmiş pullar belə dəyərlidir? O narahat halda fikirləşdi. Doğrudanmı Qızıldananın burada qızıl pul sərvət yaradıcısı sayılan, indi isə ədalət məhkəməsindən Londonda gizlənən böyük oliqarx xoşbəxt idimi? Yetimçiliklə böyüyüb ağlasığmaz sərvət toplamış, hətta Böyük Britaniyanın futbol klublarından birini satın ala bilmiş, 5 övladının anasını boşayan və ailə səadətini qoruya bilməyən digər oliqarx xoşbəxt idimi? Moskvada təqib olunan, Avropada və İsraildə gizlənən, ən gözəl əsərinin Rusiyanın ən yaxşı telekanalı sayılan NTV kanalının dağıdılaraq məhv edildiyi başqa bir oliqarx xoşbəxt idimi? Rusiyanın ən varlı adamlarından daha biri, özünü dünyanın ən böyük ölkəsinin qeyri-rəsmi hökmdarı hesab edən, dövlətin ən yüksək vəzifəli məmurlarına belə həqarətlə yanaşan oliqarx xoşbəxt idimi? Məmurlar belə bir münasibəti bağışlaya bilməzdi. Nəticədə oliqarx bütün sərvətini itirmiş və həbs olunmuşdu. Başqa bir oliqarxı ləkələmiş, həbs etmiş, hətta ara düzəldənlik etməkdə təqsirləndirmişdilər. Onun sərvətinin milyard dollarlarla ölçüldüyünü nəzərə aldıqda, bu cür ittihamlar olduqca suni və qeyri-ciddi görünürdü. Bununla belə oliqarx hesab olunmuş şəkilləri dünyanın bütün qəzetlərinə düşmüş və onun nüfuzunu tamamilə korlamışdı. Zənginliyi ilə bədbəxt olan insanlar necə də çoxdur. Özünü az qala alimdəki Allahlara bərabər tutanlar necə də çoxdur. Başqaları da vardı. Az vaxtda müflis olan müxtəlif şirkətlərin sahibləri, insanların etibarından istifadə edib sərvət yığan dələduzlar, adi insan axmaqlığı və tamakarlığından özü üçün milyonlar qazanan fırıldaqçılar. Renat əlini üzünə sürtdü. Bugün üzünü qırxmamışdı. Çoxdan idi ki, İnnaya görə üzünü təmiz qırxırdı. Üzünün dərisi qızı qıcıqlandırırdı. Psixoloji cəhətdən yox, bu barədə hər şey qaydasında idi. O öz gənc arvadını öpəndə üzünün tükü İnnanın zərif dərisini cızırdı. Amma bugün Londona yola düşürdü. Ona görə də üzünü qırxmaya bilərdi. Kimsə hastadan qapını döydü. Bəlkə də ona elə gəlmişdi. Hətta buna döymək də demək olmazdı. Daha çox cırmaqlamağa bənzəyirdi. Bu nə deməkdir? Orada nə baş verir? Şəripov qapını açdı. Qarşısında 30 yaşlarında gənc bir qadın dayanmışdı. Hündür boylu, gözəl, sağlam bir qadın idi. İri sinəsi, toppuş dodaqları, Renat qeyri-ixtiyari olaraq onların silikonla şişirdildiyini fikirləşdi. Qəşəng yaşıl gözləri vardı.
Elə bil bu qadını haradasa görmüşdü. Üzr istəyirəm, qadın dedi. Elə bildim bura boşdur. Təəssüf ki, yox, Renat cavab verdi. Amma mən artıq çıxıram. Bağışlayın, siz doğrudan da Renat Şəripovsunuz? Qadın soruşdu. Mən sizi jurnaldakı şəklinizdən tanıdım. Hə, Renat təmkinlə cavab verdi. Mən həqiqətən Şəripovam. Necə də maraqlıdır, gözəl, yaxına gəlib dodaqlarını yaladı. Mən sizin haqqınızda çox eşitmişəm. Jurnalda sizi bizim şəhərciyin ən yaraşıqlı və cazibədar adaxlısı adlandırırdılar. Hansı şəhərciyin? Renat onu başa düşmədi. Moskvanın, qadın gülümsədi. Mən bizim Belkomeniyanı, Ağdaşlı, Moskva şəhərini bu cür adlandırırdılar. Nəzərdə tuturam. Çox maraqlıdır ki, biz sizinlə məhz burada 10.000 metr yüksəklikdə rastlaşmışıq. Deyirlər ki, adam sevindiyindən hətta öz boyundan yuxarı da tullana bilər. Bəlkə də Şəripov razılaşdı. Bu gözəl artıq onu bezdirməyə başlamışdı. Siz tələsməyin. Gənc qadın mənalı dedi. İstəsəniz, mən də içəri sizin yanınıza keçərəm. Necə yəni? O hətta biraz qorxdu. Seks bu cür yüksəklikdə xüsusilə zövq verir. O yenə dodaqlarını yaladı. Tam xoşbəxtlik üçün bircə bu çatmırdı. Dəhşətdir. Görünür bu qadın təyyarənin salonunda oturub ona göz qoyur. Nə vaxt ayaq yoluna gedəcəyini gözləyirmiş. Yəqin ki, Tamara onun yanında oturduğu üçün yaxınlaşmağa qorxurmuş. İndi isə risk etmək qərarına gəlib. Onun cavan və subay olması qadının daha çox xoşuna gəlirdi. O hələ Şəripovun rəsmi şəkildə evli olduğunu bilmirdi. Lakin Renat ailə həyatına xəyanətlə başlamaq fikrində deyildi. Hərçənd bu gənc qadın həqiqətən gözəl idi. Əvvəlki vaxtlar olsaydı, belə bir xanımla görüşməyi çox istəyərdi. Onu nəzakətli şəkildə rədd etmək lazım idi. Lakin Renatın ağlına heç nə gəlmirdi. Gözəl isə bu qərara gəldi ki, Şəripov sadəcə utanır. Qəti hərəkətə keçdi və qapını axıradək açıb ona bir addım da yaxınlaşdı. Elə bu vaxt Tamara qadının arxasında peyda oldu. O Şəripovun üzündəki əzablı ifadəni görüb hər şeyi anladı. Bağışlayın, Tamara gözəlin kürəyini döyəcləyib dedi. Artıq yer tutub. Mən bu səfərdə cənab Şəripovu rəsmi surətdə müşahidə edirəm. Onun şəxsi katibəsiyəm. Bilmək olarmı siz kimsiniz? Onlar bir-birlərinə çox bənzəyirdilər. Uca boy, qıvraq, düz qamətli, baxımlı, yaxşı geyinmiş, qüsursuz boyalı, dişi yırtıcılar. Hərçənd Tamaranın gözləri daha ağıllı, baxışları daha dərin idi. Həm də özünü daha inamlı hiss edirdi. Mən sadəcə cənab Şəripovun çıxmasını gözləyirdim. Artıq fürsəti əldən verdiyini anlamış gözəl özünə bəraət qazandırmağa çalışdı. Mən artıq çıxıram. Renat ayaq yolundan çıxmağa çalışaraq mızıldandı. Təəssüf gözəl pıçıldadı və dizini elə qaldırdı ki, Renat biraz da pərt oldu. Biz ayaq yolunu sizin üçün boşaltdıq. Tamara kinayə ilə gülümsədi. Keçə bilərsiniz, cənab Şəripov. Vəkil bizi gözləyir. Gəlirəm. Şəripov gözəlin öz vizit kartını onun cibinə necə qoyduğunu hiss etdi. Gənc qadın heç cür uduzmaq istəmirdi. Renat təyyarənin salonuna keçdi. Tamara onun ardınca getdi və yanında oturdu. Nə yaramaz qadındır, narazı halda dedi. Bax, bu cür dişi ovçular varlı adaxlıları hər yerdə ovlayırlar. Siz ehtiyatlı olmalısınız. O elə ayaq yolunda sizə təcavüz edə bilərdi. Mən də elə fikirləşirəm. Onda səni köməyə çağırmalı olacaqdım. Renat onunla razılaşdı. Tamara çaşqın halda Şəripovun üzünə baxdı. Mənə elə gəlirdi ki, siz İnanı sevirsiniz. Əlbəttə sevirəm. Onda həmin yaramazın cibinizə qoyduğu vizit kartını mənə verin. Sən bunu da görmüsən? Mən hər şeyi görmüşəm. Hətta onun sizi necə divara sıxdığını, dizini necə qaldırdığını da. Siz elə həyəcanlanıb qızarırsınız ki, elə bil əvvəllər heç vaxt bu cür qadınlarla rastlaşmamısınız. Amma sizin bir qrupun qızları ilə əlaqəniz bəsdir. Renat onun sözünü kəsdi. Mən hər şeyi xatırlayıram. Amma o məsələ həmişəlik bitib. Ümumiyyətlə, mən artıq rəsmi şəkildə nikah bağlamışam.
Nə vaxt? Tamara təəccübləndi. Siz nə üçün bunu gizli etmisiniz? Mən niyə heç nə bilmirəm? Yosif Borçoviç bizə kömək edib. Onun Zaksda tanışı var. Biz 2 gün əvvəl İnna ilə rəsmi şəkildə evlənmişik. Amma qərar almışıq ki, hələlik bu barədə heç kimə deməyək. Toyumuzu qayıtdıqdan sonra qeyd edəcəyik. Mən sizi təbrik edirəm. Tamara başını tərpətdi. Siz tanıdığım ən maraqlı insansınız. Amma özünüzü sadəlöv və avam adam kimi aparırsınız. Aparmayın. Bu cür dişi ovçularla ehtiyatlı olmaq lazımdır. Onlar subay oliqarxları əldə etmək üçün hər şeyə hazırdırlar. Artıq subay yox. Amma o bu barədə bilmir. Heç kim bilmir. Hələlik bilmirlər. Bəlkə mən sizin üçün meyvə şirəsi gətirdim. Alma şirəsi olsun. Tamara düyməni basıb stüardessanı çağırdı və bir stəkan alma şirəsi gətirilməsini xahiş etdi. Vizit kartını isə mənə verin, yenə xahiş etdi. O sizə lazım deyil. Bu iyrənc şeyi yaddan çıxarın. Yoxsa İnna təsadüfən onu cibinizdə görər. Renat vizit kartını cibindən çıxartdı. Gənc qadının ad və soyadını oxudu. Aktrisa və dizayner, deyəsən, bu qadını televizorda görmüşdü. Hansısa veriliş yaparırdı. Deməli, qadın bu səbəbdən ona tanış gəlirmiş. Al. Renat vizit kartını Tamara'ya uzatdı və onun kartı öz çantasına qoyduğunu görəndə təəccübləndi. Bu kart sənin nəyinə lazımdır? Deyə soruşdu. Bəlkə lazım oldu. Tamara məmmalı cavab verdi. Bu cür tanışlıqlar həmişə lazım ola bilər. Kimisə gözdən salmaq, kiməsə badalaq vurmaq lazım olanda ondan yaxşısını tapmazsın. Təbii ki, yaxşı pul qarşılığında. Sənin necə ləçər olduğuna həmişə təəccüblənirəm. Lap tipik ləçərsən. Stüardessa hündür stəkanda alma şirəsi gətirdi. Mən sizin şəxsi katibənizəm, Tamara xatırlatdı. Həm də indicə sizi günaha batmaqdan xilas etmişəm. Ailə həyatına tanımadığınız biri ilə ayaq yolunda təsadüfi cinsi əlaqədən başlamaq bu o qədər də yaxşı bir şey deyil. Necə bilirsiniz? Ona görə də başlamadım. Siz davam gətirə bilməzdiniz. Bu cür qadınlar geri çəkilməyi xoşlamır. O yalnız mənə güzəştə gedə bilərdi. Sağ ol, o şirədən bir qurtum aldı. Belə hesab edək ki, sən növbəti dəfə məni xilas etdin. Elə hesab edin, Tamara alicənablıqla dedi. Renat adyalı yenə üstünə çəkib yatmağa çalışdı. Böyük pullar həm də bu cür görüşlər, bu tərzdə vəhşi seks və tənha oliqarxların ovu deməkdir. Bunu da yadda saxlamaq lazımdır. Yatmağa çalışdı da artıq yuxusu qaçmışdı. Beləcə düz 1 saat adyalın altında o yana çevrildi. Nəhayət təyyarənin kapitanı yerə enməyə başladıqlarını elan etdi. Tamara dönüb ona baxdı. Deyəsən, yata bilmədiyini başa düşmüşdü. Azıcıq kinayəli səslə dedi. Biz yerə enirik. Əgər yenə ayaq yoluna getmək istəyirsinizsə, sizi ötürə bilərəm. Şəripov adyalı kənar itələdi. Lazım deyil. Yaxşısı budur, enənə qədər gözləyim. Bu ağıllı qərardır. Tamara razılaşdı. Onlar Yosif Borçoviçin yerindən qalxıb ayaq yoluna getdiyini gördülər. Tamara gülümsədi və çəkinmədən birinci zərgədə oturmuş gənc qadını əli ilə göstərdi. O qız Plavnikin dalınca getməz, çünki çox yaşlıdır və onun zövqünə uyğun deyil. Yosif Borçoviçin üzündə yazılıb ki, o oliqarx yox, vəkildir. Gözəl yerindən qalxıb Plavnikin ardınca getdi. Renat astadan güldü. Tamara özünü turşutdu. Yosif Borçoviçin üzündə yazılıb ki, o varlı vəkildir. Şəripov izah etdi. Gedim onu xilas edim. Bir görün, mənəviyyat nə qədər pozulub. Tamara donquldanaraq yerindən qalxdı. Son.